İstər Fransa, istər İran, istər Hindistan və digər dövlətlər. Artıq hesab edirəm ki, Azərbaycan maraqlarını nəzərə almadan Cənubi Qafqaz siyasəti aparmağın mümkünsüzlüyünü fərqinə varmağa başlayırlar. Necə ki, Amerika Birləşmiş Ştatlarından, əvvəlki administrasiyanın Azərbaycan arasında məhz elə Cənubi Qafqazda sülh və sabitliyin yaranması ilə bağlı, Zəngəzur dəhlizi ilə bağlı gərginliklər yaşanırdı. James O'Brienin səfərini nəzərdə tuturam. İndi tamamilə fərqli bir mənzərə var. Eyni zamanda Amerikadakı o senatdakı Qarabağ dinləmələrini nəzərdə tuturam. Necə ki, bax, erməni mərkəzli Amerika siyasəti var idi və bu erməni mərkəzli siyasəti Amerikanın Cənubi Qafqazdakı maraqlarını təmin etmədiyi görsəndi və artıq biz fərqli bir mənzərəni şahid oluruq. Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda öz belə deyək, maraqlarını həyata keçirmək üçün suveren bərabərlik əsasında Azərbaycanla əməkdaşlığın əhəmiyyətini anladığını hiss edirik. Bunsuz mümkün olmadığını hiss edirik. Burada haşiyə çıxaraq demək istəyirəm ki, burada eyni zamanda sadəcə Cənubi Qafqazda yox, əslində mərkəzi Orta Asiyada da Avropa və Amerika siyasətlərini Azərbaycan üzərindən həyata keçirərsə maraqları təmin olunur. Çünki Azərbaycan olmadan, Azərbaycanı çıxararaq Orta Asiyadakı həm iqtisadi, həm siyasi, həm nəqliyyat maraqlarını həyata keçirmək mümkün deyil. İndi analoji olaraq gətirmək istəyirəm Amerika üzərindən Avropa ölkələrinə və digər regionda marağı olan ölkələrə, o cümlədən İrana və Rusiyaya. Azərbaycan nəzərə alınmadan erməni mərkəzli siyasətlə nəzərdə tutduqları strateji siyasəti Qafqazda həyata keçirmək mümkün deyil. Yəni deyirsiniz ki, bütün hallarda Azərbaycanı da nəzərə almalıdırlar, bunun göz ardı... Mütləq.